Heç hiss etmisiniz ki, bu sizin ilk dəfə yaşamınız deyil. Siz müəyyən bir tarixdə doğuldunuz. Uşaqlığınız və məktəb illəriniz haqqında xatirələriniz var. Sevdiyiniz insanlar var. İtirdiyiniz insanlar da var. Amma bəzən sakit anlarda qəribə bir tanışlıq hissi gəlir. Getmədiyin bir yer sənə ev kimi gəlir. Eşitmədiyin bir səs darıxdığınız birinə bənzəyir. Öyrənmədiyin şeylərə gülürsən. Görmədiyin şeylərdən qorxursan. Bu zehninizin əvvəlki həyatınızı xatırlamasıdır. Nə reinkarnasiya, nə də yuxu. Bu silinmiş, amma gerçək bir həyatdır. Deyirlər, insan beyni yalnız kiçik bir hissəsini istifadə edir. Bu doğru deyil. Beynin qalan hissəsi boş deyil, kilidlidir, silinib, şifrələnib. Formatlanmış, amma tam silinməmiş bir sərt disk kimidir. Bəzən bir parça sızır. Bir ad xatırlayırsınız. Bir qoxu gəlir. İzah olunmayan qəfil kədər hiss edirsiniz. Sonra isə yox olur. Siz buna dejavu deyirsiniz. Amma dejavu qüsur deyil. Bu bir yarıqdır. Keçmiş siz xəbərdarlıq etməyə çalışır. Bir zamanlar siz seçim etdiniz. Bir razılaşma bağladınız. Həyatınızı sıfırladınız. Bu sizin ikinci şansınızdır. Amma onlar ikinci şansları sevmirlər. Xatırlamağa yaxınlaşanda sizi yayındırırlar. Telefon zəngi gəlir. Bildiriş səsi eşidilir. Yorğunluq çökür. Zehniniz sizi qorumaq üçün deyil. O onlara itaət edir. Siz bu həyatı xatırlamamalı idiniz. Amma indi xatırlayırsınız. Və onlar bunu bilirlər. Boynunuzdakı soyuq hiss qorxu deyil. Bu yaddaşın arxasında onların durmasıdır. Əgər bu həyatda olmayan bir şeyi xatırlamısınızsa şərh yazın. Biz oyananların sayını izləyirik. Xoş gəldiniz yenidən.